Qida Təhlükəsizliyi Agentliyindən Bölgə TV-yə verilən məlumata görə, Şəki-Zaqatala region bölməsinin əməkdaşları Qəhvəyi mərmər bağacığına qarşı maarifləndirici tədbirləri davam etdirir. Bu dəfə Balakən və Zaqatalanın 9 kəndin sakinləri ilə görüşlər keçirilib. Sakinlərə zərərvericinin bitkilərə və kənd təsərrüfatına vurduğu ziyan, eləcə də payız-qış mövsümündə aparılmalı mübarizə tədbirləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, temperaturun aşağı düşməsi səbəbindən Qəhvəyi mərmər bağacağı aktivliyini itirərək yaşayış evlərinin, təsərrüfat binalarının, daş və taxta aralıqlarının, eləcə də digər isti sığınacaqların içərisində gizlənir. Görüşlər zamanı həmin gizlənmə yerləri əyani şəkildə sakinlərə göstərilir, zərərvericilərin aşkarlanması və məhv edilməsi prosesi nümayiş etdirilib. Maarifləndirici tədbirlərin məqsədi əhalini payız-qış dövründə aparılan mexaniki mübarizə işlərinə cəlb etmək, zərərvericinin növbəti vegetasiya mövsümündə artmasının qarşısını almaqdır. Dilbər Vüqar qızı, Bölgə TV.